Birləşmiş Ştatlar 43-cü prezidenti George Bushla Rusiya lideri Vladimir Putin arasında baş tutan söhbətlərin transkriptlərini yayımlayıb. Ölkənin Milli Təhlükəsizlik Arxivinin açıqladığı sənədlərdə 2001, 2005 və 2008-ci illərdəki danışıqların qeydləri yer alır. Sənədlər iki böyük güc arasında münasibətlərin tərəfdaşlıq təşəbbüsləri ilə başlayaraq yavaş-yavaş gərginliyə doğru inkişaf etdiyini açıq-aydın üzə çıxarır. Məxfi sənədlər onu deməyə əsas verir ki, Vladimir Putin ilk vaxtlar George Bushla münasibətlərə müsbət yanaşıb və hətta liderlər terrorizmlə bağlı ortaq fikirlərə sahib olublar. Liderlərin 2001-ci ildə Sloveniyada keçirilən ilk görüşü dostluq atmosferində baş tutub. Bush Rusiyanı qərb sivilizasiyasının bir hissəsi olaraq gördüyünü, Putin isə soyuq müharibə dövründə belə Birləşmiş Ştatları təhdid hesab etmədiyini dilə gətirib. Ancaq o zaman da Kreml sahibi NATO-nun şərqə genişlənməsi problemini vurğulayaraq sanki öncədən xəbərdarlığını çatdırıb. O, alyansın Rusiya sərhədlərinə və postsovet ölkələrinə doğru irəliləməsinin Moskvada ciddi narahatlıq yaratdığını bildirib. Məlumdur ki, bu sənədlər Ukrayna müharibəsinin getdiyi bir vaxtda açıqlandı. Maraqlıdır niyə? Məncə bu iki ölkə arasında olan gizli rəqabəti simvolizə edə bilər. 2005-ci ildə Vaşinqtondakı ikinci görüş isə artıq geosiyasi proseslərin dəyişməsi fonunda reallaşıb. Sənədlərdə dərc olunan məlumata görə həmin ərəfədə Birləşmiş Ştatlar İraq və Əfqanistanda müharibələr aparırdı və Ukraynada narıncı inqilab baş vermişdi. Buna baxmayaraq dialoq funksional olub. Görüşdə əsas məsələlər nüvə silahlarının yayılmasının qarşısını almaq, Şimali Koreya və İran mövzusunda əməkdaşlıqdan ibarət olub. İki lider arasındakı münasibətin və danışıqların ən maraqlısı isə 2008-ci ildə yaşanıb. Putinin Soçidəki iqamətgahında baş tutan son görüş Rusiya liderinin məşhur Münhen konfransındakı çıxışından sonra baş tutub. Buradakı söhbətin tonu hər iki prezidentin bütün məsələlərdə əməkdaşlıq edəcəyinə söz verdiyi və davamlı şəxsi münasibətlərə sadiqliyini bildirdiyi digər danışıqlardan kəskin şəkildə fərqlənir. Soçi görüşündə Rusiya liderinin açıq və sərt dildə danışdığı qeyd olunur. Ukrayna kimi bir ölkənin NATO-ya daxil olması sizin üçün və bizim üçün uzunmüddətli münaqişə sahəsi və qarşıdurma yaradacaq. Əhalinin müxtəlif təbəqələrinin NATO üzvlüyü ilə bağlı fərqli fikirlərini nəzərə alsaq, ölkə sadəcə olaraq parçalana bilər, deyə Putin Busha xəbərdarlıq edib. Kreml sahibi Ağ Ev rəhbərinə Ukrayna və Gürcüstanın alyansa qoşulmasının niyə qəbul edilməz olduğunu izah edib və bu addımı ölkəsi üçün qırmızı xətt sayıb. Analitiklərin fikrincə, Birləşmiş Ştatların 15-20 il əvvələ aid məxfi danışıqların mətnlərini ictimailəşdirməsi Rusiyaya cavabdır. Bu transkriptlər diplomatik xəbərdarlıqların əslində qabaqlayıcı xarakter daşıdığını və açıq strateji proqnozlara çevrildiyini göstərən əsas məqam ortaya qoyur. Vaşinqton bununla faktiki olaraq Moskvaya cavab verdi. Çünki bir müddət əvvəl Rusiya tərəfi də buna bənzər bir sənəd paylaşmışdı. Qeyd edək ki, bir müddət əvvəl Rusiya Təhlükəsizlik Xidməti Birləşmiş Ştatların eks-prezidenti Jimmy Carterin antisovet siyasətinə dair sənədləri dərc edib. Carterin prezidentliyi Sovet İttifaqı Birləşmiş Ştatlar münasibətlərinin pisləşməsinin yeni dövrü ilə xarakterizə olunur. Sənədlərə 1979-cu ilin iyununda strateji silahların məhdudlaşdırılması müqaviləsinin imzalanmasına baxmayaraq, Vaşinqtonun təzyiqi altında NATO-nun bir neçə Qərbi Avropa ölkəsində orta mənzilli Birləşmiş Ştatlara aid raketləri yerləşdirməsi təsdiq olunmuşdu.